Xanımlar, xəmirimizi gözlətdik 20 dəqiqə. Ondan artıq gözlətmək olmaz. Və başlayırıq xəmirlərimizi kündələrə tutmağa. Biz 12 qat paxlava eləyəcəyik. Paxlavanın orta qatlarının ölçüsü 80 qramdan tutacağım. Hər zaman üst qat və alt qatdan 100 qram artıq olur. İndi isə başlayırıq kündələrimizi tutmağa. Əvvəl altla üstü dəqiqləşdirək. Baxaq görə bu neçə qramdır? 6. 400 qramdan tutacağıq. Tam-tamına 400 qram alt. İndi üst qatımıza tuturuq. Biraz çoxdur, kəsirik. Bu bizim alt qatımızdır. Bu isə üst qatımızdır. Alt qatı yayıb altına istifadə edəcəyik. Üst qatı isə kündəliyib soyuducunun üst gözünə yerləşdirəcəyik. Bu bizim alt qatımız. Bu isə bizim üst qatımızdır. Bunu pinqvin setkaya daxil edib soyuducumuzun üst qatına yerləşdirəcəyik.